Salam uşaqlar, bu dərsimizdə sizlərlə bugün 15 fevral tarixində keçirilən OTK sınavının riyaziyyat suallarının izahına baxacağıq 11-ci siniflər üçün olan. Deməli, 31-ci sualda deyir ki, 2 müstəvi 60 dərəcə bucağı altında kəsişir. Ona görə biz 2 dənə müstəvi çəkirik. 60 dərəcə bucağı altına kəsişən təxmini belə bir götürək. Deyir ki, birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 cm məsafədədir. Birinin üzərində bir dənə A nöqtəsi götürək burada. Məsələn, başqa rəng yazır A nöqtəsi digər müstəvidən 6 cm məsafədədir. Buranı qəbul edirik 6. A nöqtəsindən müstəvilərin kəsmə xəttinə qədər olan məsafə. Müstəvilərin kəsmə xətti fikir versə bu xətdir. A-dan bura qədər olan məsafə bunu istəyir bizdən. Fikir versə burada bir düz bucaqlı bucaq alınıb. 60 dərəcənin qarşısı 6-dır. Onda bilirik ki, bura 30 dərəcə olur. 30 dərəcə qarşısında duran katet 60-ın qarşısındakından kök 3 dəfə kiçik olur. Yəni bura olur 6 bölü kök 3. 30 dərəcə qarşısında katet 6 bölü kök 3-dürsə x olur 12 misli, yəni 12 bölü kök 3. 12 bölü kök 3-də sürət-i məxrəci köksə vursaq eləyəcək 4 kök 3. Cavab olur Y variantı. Davam edirik növbəti 32-ci sualdan. 32-ci sualda deyir ki, 15% 60 olan ədədi tapın. 15% yazırıq 60, 100% də yazırıq x. Tənasibi nə edirik? Həll edirik. Bunu 4-ə vurmuşuq, bunu da 4-ə vuruq. Cavab edir 400. 33-cü sualda keçid alırıq. 33-cü sualda deyir ki, A çoxunun elementləri 2 rəqəmli cüt ədədlər, B çoxunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A kəsir, B çoxunun elementlərinin sayını tapın. Deməli uşaqlar, A çoxunun elementləri 2 rəqəmli cüt ədədlərdir, B çoxunda isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. Onsuz da biz bilirik ki, 6-ya bölünən ədədlər cüt ədədlərdir. Yəni 6-ya bölünən 2 rəqəmli ədədlər onsuz da 2 rəqəmli cüt ədədlərin içində var. Ona görə də yəni burada kəsişməni istəyirsə elə biz 6-ya bölünən 2 rəqəmli ədədləri seçəcəyik. 6-ya bölünən 2 rəqəmli ədədlər cüt ədədlərdir. Onsuz da onun içində var. Ona görə də 6-ya bölünən 2 rəqəmli ədədlər hardan başlayır? 12-dən başlayır, 96-da bitir. Nə edirik? Sonuncudan başlanğıcı çıxırdıq, bölürük 6-ya, üzərinə 1 gəlirik. Qayda budur. Burada da cavab neçə eləyəcək? 84 bölək 6, üstə gələk 1. 84 6-ya bölündə düşür 14. Üstə gəl 1, cavab eləyir 15. Davam edin növbəti sualına. Bir radiusu 5 olan kürənin səthinin sayəsini tapın. Kürənin səthinin sayəsi bilirik ki 4pi r kvadrat düsturu ilə tapılır. 4pi-ni vururuq 5-in kvadratına, cavab eləyir 100pi. Y variantı. Keçir alırıq 35-ci suala. 35-ci sualda təngçilər sistemindən x-y hasını istəyir bizdən. Fikir verirsinizsə, deməli, bu tənliyi ilə bu tənliyi əlaqələndirmək olar. Aşağıdakı tənliyin hər tərəfini x-a vursam, elə bu yuxarıdakı tənliyi alınar, fikir verirsinizsə. X yuxarıdan görünür ki, sıfırdan fərqli ədəddir. Ona görə bu ikinci tənliyin hər tərəfini x-a vururam. Bu hissəni x-a vuracam. Ona görə nə eləyəcək? X-a vuranda edir 2x kvadrat plus xy. Bunu da x-a vururam, bunu da x-a vururam. Keçirəm, biri də x-a vururam. Edir x. Bu ifadə yuxarıdakı tənlikdə görsənir neçədir? Burada görsənir ki, bu 2-dir. Önce gətirib yerinə yazsaq, 2 bərabər alırıq x. Yəni x oldu 2. Gəlib növbəti də burada yerinə yazsaq 2-ni ikinci tənlikdə 2x plus y bərabər 1 tənliyində yerinə yazsaq 2-ni 2 vur 2 üstə gəl y bərabər 1. Buradan y alırıq mənfi 3. Bizdən eksi y hasını istədiyinə görə mənfi 3-ü 2-yə vurarsan cavab nə eləyəcək? Mənfi 6. D variantı. Keçsəlıq növbət sualı. 36-cı sualda bərabərsizlik ödəyən natural ədədlərin cəmi. Əvvəlcə biz neyiniyə? Bura qaçaq. Sol tərəfi 2 dəfə 2 4, 2 dənə 3-ün 6. Kiçikdir bərabərdir 3x minus 2. Keçirilir x-lər bir tərəfə, kiçikdir bərabərdir 6 sağa keçəndə olur 4. Bunu ödəyən natural ədədlər 1, 2, 3, 4. Cəmi neçə eləyir? 10. Cavab B variantı. Keçsallıq növbət sual.
37-ci sualda ABC üçbucağı verilib. AD tənböləndir. Yəni bu bucaqla bu bucaq bərabərdir. AB bölək AC, buna nisbəti 2-nin 3-ədir. Bunda belə çıxır ki, bura 2K, bura 3K yaza bilərəm. BD isə 6-dır və bizdən DC-ni istəyir. Burada yazaq X. Biz bilirik ki, tənbölənin xassəsinə görə yan tərəflər nisbəti, yəni 2K böl 3K bərabərdir 6 böl X. K'lar buradan ixtisar gedir. 2x bərabər alırıq 18 tənasibi. X bərabər alırıq 9. Cavab neçə olur? 9 olur. Keçdallıq növbəti 38-ci suala. 38-ci sualda ifadənin sadələşdirmə tələb olunur. Birinci sürətdəki ifadəyə baxaq. Burada sürətdəki ifadə fikir verirsinizsə x kvadrat minus x minus 2 yazıblar. Bunun sıfıra bərabərləsə kökləri nə olur? Hasili mənfi 2 cəmi 1. Hasili mənfi 2 cəmi 1 ilə ədədlər 2 mənfi 1. Ona görə sürəti belə vurğulara ayıra bilərik. 2 mənfi 1. Keçirik məxrəc müxtəsər vurma düsturlarına görə bilinir. X minus 2, x plus 2-dir. Vuraq. Buradan da yuxarını yenə x-i çıxarsaq qarşıya. X plus 2 qalır. Bölünsün məxrəcdə də x minus 1, bu da müxtəsər vurma düsturlarına görə ayrılır. X plus 1. Bunu sadələşdirək. Deməli, buradan x plus 2-lər ixtisar gedir. X minus 2-lər ixtisar gedir. X plus 1-lər də ixtisar gedir. Deməli, yuxarıda qalır x, aşağıda qalır x minus 1. Cavab yəni C variantı. 39-cu suala keçirik. Deyir ki, tənliyi həll edin. Fikir verirsinizsə, bu tənliyə baxanda müxtəsər vurma düsturlarına görə kosinus x üstəgəl 1-in çöldən kvadratı ifadəsidir o. Kvadratı 0 olduğu üçün özü də 0-a bərabər olur. Buradan kosinus x bərabər alırıq mənfi 1 və bilirik ki, kosinus mənfi 1 xüsusi haldır. Pi plus 2pi-k da alır. K daxildir, z. Cavab pi plus 2pi-k A variantı. Keçdallıq növbəti suala. Qırxıncı sualda deyir ki, bu ifadəni sadələşdir. Bilirsiniz ki, uşaqlar 6,4 64 bölək 10-dur. 0,4 isə 4 böl 10-dur. 64-dən nə çıxır? 8 böl kök 10. Üstə gəl, burada da olur 2 böl kök 10. 4-dən də 2 çıxır. Və nəticə edir 10 böl kök 10. 10 da kök 10-a böləndə cavab elə nə eləyir? Kök 10 eləyir. D variantı. Keçid alırıq 41-ci suala. Sonsuz azalan həmdə silsilədə S15-dir, Q 3/1-dir. B1-i soruşur. Bilirsiniz ki, S bərabərdir, B1 bölək 1 çıx Q-dir. Bizdən B1-i tapmaq tələb olunduğu üçün B1 bərabərdir. S-i 1 çıx Q-yə nə edirik? Vururuq. S15-dir, 1 çıxaq, Q də 3/1-dir. 15-i vuraq, açaq. 15 çıxaq, 5. Cavab nə eləyəcək? 10. 15-i mötərizəyə vurub açıram. Cavab 10 eləyir. Keçid alırıq növbəti suala. 42-ci sualda bizə deyir ki, komplekslərlərin hansını tapın. Nə yazacağım? 5 minus i-ni 3 plus i-yə vurmalıyıq. Bərabərdir. 5 minus i-ni 3 plus i-yə vurub açanda 5-dən ölçün 15. Üstə gəl 5i çıx 3i çıx i kvadrat olur. I kvadrat mənfi 1-dir. Burada qarşıda mənfi olduğuna görə müsbət 1 edir. Müsbət 1-dən 15 eləyir 16. 5-dən də 3-ünü çıxanda eləyir 2i. Cavab 16 plus 2i. Keçid alıq növbəti suala. 43-cü suala deyir ifadəsinin qiymətini tapın. Bunlar cədvəl qiymətlərlə bilinən ədədlərdir. Sinus 60-da eləyir kök 3 böl 2. Kosinus 30-da bu da kök 3 böl 2. Məxrəcdə tangens 60-da nə alır? Kök 3 alır. Kotangens 30-da da kök 3 alır. Yuxarının cavabı kök 3 böl 2-nin üstünə kök 3 böl 2 gələndə eləyir kök 3 eləyir. Məxrəcdə toplayanda eləyir 2 kök 3. Kök 3-lər ixtisar edir. Cavab nə qalır? 2-də 1 C variantı. Keçid alırıq növbəti suala. 44-cü sualda BD parçası ABC üçbucağının, CN parçası isə BCD üçbucağının medianıdır.
BD ABC-nin medianıdır. CM isə belə çıxır ki, bu hissəyə bərabərdir. Bu hissə də bu hissəyə bərabərdir. ABC üçbucağının sahəsi 180 olarsa MBC-ni soruşur. Uşaqlar, deməli biz bilirik ki, median sahəni yarı bölür. Yəni bura mən S desəm, burada S olar. Çünki CM mediandır bu. Median olduğu üçün bu sahəyə bərabər olacaq. Eyni qayda ilə BD də median olduğu üçün bütün üçbucağı yarı bölür. Böyük ABC üçbucağını yarı. Buraya yəni sağ tərəf 2S olduğu üçün sol tərəfdə 2S olur. Və ABC-ni 180 vermişdik. Ümumidə 4S. 4S bərabərdir 180. S bərabərdir 45. Bizdən də MBC-ni istəyir. MBC cavab oldu neçə? 45. Keç alırıq növbəti sual. 45-ci sual loqaritmlə bağlı sualdır. Hasili istəyir bizdən. Bilirik ki, bu hasildə 7-lər gedir, 15-lər gedir. Birbaşa cavab nə qalır? 2-dən 8-ə qalır. 2-dən 8-ə. Onun cavabı neçədir? 3. Keç alırıq növbəti 46-cı suala. Deyir ki, tənliyin böyük kökünü tapın. Bilirsiniz ki, uşaqlar, bu üslü tənliklərə aid sualdır. 64-də 1, 64 2 üstü 6-dır. 2 üstü 6-da 1, yəni bunun düzünə yazsaq 2 üstü -6 yazacaq. İndi əsaslar eyni olduğu üçün üstlər də eyni olmalıdır. Yəni x kvadrat çıx 5x bərabər nə yazmalıyam? -6. Buradan x kvadrat çıx 5x plus 6 bərabər alınır 0. Və bizdən də istənilən böyük kökdür. Bilirsiniz ki, bunun kökləri hasılı 6-dır, cəmi də 5-dir. 2 və 3-dür. x1 bərabər 2, x2 bərabər 3. Böyük kökü nə eləyir? Cavab 3. Davam edirik, növbəti sual. 210 ədədinin sadə vurğularının cəmini tapın. 210 ədədinin sadə vurğulara ayıraq. Neçəyə gedir? 7-yə gedir, qalır 30. 3-ə gedir, qalır 10. 5-ə gedir 2. 2-yə 1. Sadə vurğular 7, 3, 5, 2 oldu. Bunların cəmi tələb olunur. 7, 3, 5, 2. Cavab neçə eləyir? 17. Növbəti suala keçirik. Növbəti sualımız 48-ci sualdır. 48-ci sualda deyir ki, ABC və MNK oxşar üçbucaqlardır. Yəni bu ikisi oxşardır. AB 10-dur, ölçülər şəkildə verilib. ABC üçbucağının perimetrini istəyir. Bunun perimetri P1 olsun, bunun perimetri P2 olsun. Bilirsiniz ki, uşaqlar P1 böl P2 oxşar üçbucaqlarda o perimetrlərin nisbəti uyğun tərəflərin nisbətinə bərabər. Burada AB tərəfi deməli nəyə uyğundur? MN tərəfinə uyğundur. Burada oxşarlıqdan görsənir. Deməli nə yazmalıyam? P1 böl P2 yazmışamsa, bura 10 böl 2 yazmalıyam. Yəni 5. P1 də yoxdur, amma P2 bizdə var, tapa bilərik. P1 bölünsün. P2 neçədir bizdə? 2, 5, 6. Cəmliyirik neçə eləyir? 13. Bərabərdir 5. Daha da P1-i neçə alırıq? 65. Davam edirik, növbəti sual. -49-cu sualda trapesiya verilib. A bucağı, D bucağı verilib. BC 4-dür. CD 7-dir. Burada 7-dir. Və bizə deyir ki, AD oturacağının uzunluğunu tapın. Buranı tələb olunur tapmaq. Deməli, biz bu suallarda adətən nə edirik? AB-yə paralel xətt çəkirik. Onda burada bir K yazaq. Bilirsiniz ki, bu 50-dirsə, burada 50 olacaq, çünki uyğun bucaqlardır. 50, 80, 130 eləyir, onda burada 50 dərəcə qalır və buradan görsənir ki, bu üçbucaq necə üçbucaqdır, bərabər yandır, çünki 50-50-dir. Onda burada düşür 7. Və BC 4 olduğu üçün burada 4 olur və nəticədə AD neçə eləyir? 4 plus 7, 11. Cavab 11. Keç alırıq növbəti sual. Qutuda 4 sarı, 3 qara, 5 yaşıl rəngli qələm var. Bizə deyir, təsadüfən seçilmiş 2 qələmin eyni rəngli olması hadisəsinin ehtimalı.
Deməli, bütün mümkün hallara gəlin baxaq. Əvvəlcə, deməli, cəmi nə qədər qələm var? 4, 3, bu da 5. Toplayırıq 12. 12 qələmdən ikisi kombinezon, 12 əsasdan 2 sayda üsulla seçə bilərəm. Bu məxrəc. Keçirik sürətə. Sürətdə bizə tələb olunur ki, biz eyni rəngdə olması ehtimalı. Eyni rəngi istəyirsə, deməli, bu 4 dənə sarıdan da ola bilər. Ona görə 4-dən 2 də yaza bilərsiniz. Çünki 4 dənə sarıdan ikisinin seçmə üsulları bura aiddir. Üstə gələk, 3-dən 2 də ola bilər. Yəni, eyni rəngli ikisi də qara da ola bilər. Həmçinin hər ikisi yaşıl ola bilər deyə. Ona görə 5-dən də 2-ni seçirik. Və nəticədə cavab nə eləyəcək? Gəlin bunu hesablayaq. 12 əsasdan 2-ni hesablayanda nə yazacaq? 12 faktorial bölünsün 12 minus 2. 10 faktorial vuraq 2 faktorial. 4 əsasdan 2 nə eləyir? 4 faktorial bölünsün 2 faktorial vuraq 2 faktorial. Üstə gəl 3-dən 2 3 faktorial bölünsün 2 faktorial vuraq 1 faktorial. 5-dən 2 nə eləyir? 5 faktorial bölünsün 3 faktorial vur 2 faktorial. Bərabərdir. Burada bunlar ixtisar gedir. Deməli 3 vur 4 bölü 2 qalır 6. Burada qalır 3. Burada da qalır 10. Keçirik aşağıda. 13 faktorialın 10 faktorial ixtisar gedir. Burada qalır 11 vur 12. 11 vur 12-ni də 2-yə böləndə qalacaq 66. Nəticədə olur 66-da 19. Bunu ehtimalı edir bu. Keç alırıq növbəti suala. Növbəti sualımızda deyir ki, çənin 5 hissəsi su ilə doludur. Çəndəki suyun 1 hissəsi işləndikdən sonra 80 litr su qalarsa, çən neçə litr su tutur? Deməli, belə eləyək. Ümumilikdə qəbul eləyək ki, çən tutur 6x. Cəmsi olsun 6x. Bunun 5 hissəsi, yəni 6x-in 5 hissəsi nə eləyir? Bərabər eləyir 5x. Deməli, bunun 5x hissəsi su ilə doludur. Və bu 5-də 1 hissəsi işlənir suyun. 5-də 1 hissəsi 5x-in 5-də 1 hissəsi də 5-də 1-ə vururuq. Cavab eləyir x. X isə işlənəndən sonra 5x-dən x isə işlənəndən sonra yerdə nə qədər qalacaq? 4x qədər qalacaq. O da 80 litrdir. Deməli, 4x bərabər nə götürürük? 80. X bərabər alırıq 20. Bizdən soruşulan çən neçə litr su tutur? Çənə biz 6x demişik ümumilikdə. Ona görə 6-nı 20-yə vuracağıq. Cavab eləyəcək 120 litr. Keç sallıq növbəti 52-ci suala. 52-ci sualda deyir ki, oturacağının diagonalı AC 4 kök 3, yan tili isə AC deyəndə AC-dir burada. Yan tili isə AC 4 olan düzgün 4 bucaqlı piramidanın həcmini. Uşaqlar bilir ki, piramidanın həcm düsturu 3-də 1 S oturacaq vur H. Bizdə S oturacaq kvadratdır. Kvadratın da sahəsi bilirsiniz ki, S bərabərdir D kvadrat böl 2 kimi də tapılır. A kvadrat kimi də tapılır, D kvadrat. Niyə D kvadrat böl 2 yazdım? Çünki bizə AC məlumdur. AC 4 kök 3'dür. Diagonalı. Ona görə 4 kök 3'ün kvadratı nə edir? 16 vur 3 böl 2. Bunun cavabı eləyir 24. Deməli, oturacağın sahəsi 24. Keçirik hündürlüyü tapmaq. Hündürlüyü bizə məlum deyil. Amma buradan tapa bilərik. Necə tapacaq? Gəlin ona baxaq. Deməli, burada ümumi AC 4 kök 3'dürsə, yarısı bura olur 2 kök 3. Fagor teoreminə görə h kvadrat bərabərdir. 4-ün kvadratından, bu 2 kök 3'ün kvadratının çıxacaq. Nə qalacaq? 16-dan çıxıraq 12-ni eləyir 4. Buradan hündürlüyü alırıq 2. Hündürlük 2 olandan sonra gəlib həcmi tapa bilərik. V bərabərdir. 3-də 1 vur. S oturacağı aldıq 24. Hündürlüyü də aldıq 2. Yerinə yazanda cavab neçə eləyəcək? 16. Deməli, piramidanın həcmi 16. Keç alırıq növbəti sualı. 53-cü sualda deyir ki, durğun sudakı sürəti 50 olan motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Çayın sürətini soruşur. Çayın sürəti olsun nə? X. Qayıqdakı
50-dir. Bilirik ki, uşaqlar, çayın axını ilə gedəndə sürətlər nə olur? Toplanır. Olur 50 plus x. Axına qarşı nə olur? Sürətlər çıxılır, olur 50 minus x. Və axın ilə 3 saata getdiyi yol nə qədər eləyir? Bunu 3-ə vururuq. Bilirsiniz ki, yəni sürəti zamana vuranda yolu verir. 3 saata getdiyi yol budur. Bunun axına qarşı 4 saata getdiyi yol nə eləyir? 4 vuraq 50 minus x. Və bizə lazım, bizə deyir ki, axın ilə getdiyi 3 saata getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 8 azdır. Yəni bu bərabərdir, bu çıxaq 8. Axına qarşı getdiyi yoldan 8 azdır, çıxıram. Buradan hesablasaq, bunu vurub atsaq, olur 150 plus 3x bərabər 200 minus 4x minus 8. Buradan nə alırıq? 7x, 4x'i sola keçirdirik, qalanları sağa. 150'nin sağa keçdiyində 50, 50'dən də 8 sonra 42, x bərabər alırıq 6. Bizə də çayın sürəti lazım idi, cavab oldu 6. Keçir növbəti suala. 54-cü sualda deyir ki, funksiyanın qrafikına əsasən f4'ü tapın. Uşaqlar, bir kvadratik funksiyadır. Kvadratik funksiyanın bir forması da bilirik ki, təpə nöqtələrinə görə a vur x minus m'in kvadratı plus n şəklində olur. Bir yazılış forması da budur. Niyə görə belə yazırıq? Çünki bizə m məlumdur, təpə nöqtənin koordinatdır. Yerinə qoysaq, fx bərabər buradan olur. A vuraq, m1'dir, x minus 1'in kvadratı plus n də 4'dür. Funksiya düşür bu şəkildə. Və bizə bir məlum nöqtə də var, bu nöqtə. Bunun x-i 0'dır, y-i 5'dir. Gətirib yerinə yazsaq, yəni 5'i f-ə qoyazırıq. A vuraq, x-ə də 0 veririk. 0 çıx 1'in kvadratı plus 4. Buradan a-nı alacaq. Və bu 1 eləyir. A-nı 1'ə vuran deyil. A plus 4 bərabərli 5. A bərabər alırıq 1. Gəlib funksiyanın a-nı burada 1'i qiymətini yerinə yazsaq. Fx bərabər olur 1 vuraq, x minus 1'in kvadratı plus 4. Bizdən f6 istənildiyi, f4 istənildiğinə görə gətirib yazırıq yerinə. F4 bərabərdir. 4'dən 1 çıxana nə qalır? 3 kvadratı 9. Üstünə 4 gəlində cavab neçə eləyir? 13. Keç alırıq növbəti sual, 55-ci suala. Sual verir ki, çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikulyar 2 vətər çəkilib çevrənin uzunluğunu tapın. Bilir ki, bu vətərlər bura 90'dırsa, deməli bu mərkəzdən keçib BC. Çünki bu açıq bucaq olmalıdır, 180 dərəcə olmalıdır ki, bura bu qövsün dərəcəsi 180 olmalıdır ki, bu 90 eləsin, daxili çəkmiş bucaq. Nəysə, bunlar 6, bura 12'ni yazandan sonra Pifagor teoreminə görə BC kvadratı olur. 16'nın kvadratı üstə gəl, 12'nin kvadratı 400. Buradan BC-ni alırıq 20. Çevrənin uzunluğu da bilirsiniz ki, C bərabərdir, PD şəklində tapılır və yaxud 2 pi PD. Burada D məlumdur bizə, BC 20'dir. Gəlib yerinə yazsaq, cavab olacaq 20 pi. Bu sonuncu sual idi uşaqlar. Sağ olun, növbəti dərsdə görüşənədək.